Dövlət Təhlükəsizlik Xidməti Dövlət Turizm Agentliyində əməliyyat keçirdi. Rusiya İranın nüvə probleminin həlli prosesini dinc məcraya yönəltmək üçün əlindən gələni edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Prezident İlham Əliyev martın 10-da Mənzil məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Suriyanın Tartus və Latakiya vilayətlərində təhlükəsizlik təmin edilib. Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycana növbəti ümrə ziyarəti aprel ayında gözlənilir. Tramp administrasiyası müttəfiqlərini dəyişib. Onların müttəfiqləri artıq Avropalılar və Ukraynalılar yox, Ruslardır. Dünya era dəyişikliyi ilə üz-üzədir. Burada güc əsas faktor olacaq. Bunu İspaniyanın keçmiş baş naziri José María Aznar deyib. Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiqoğlu Babayev Qarabağ Universitetinin klinikasına baş direktor təyin olunub. Ukrayna müharibənin ilk saniyəsindən sülh istəyir. Biz də həmişə söyləmişik ki, müharibənin davam etməsinin yeganə səbəbi Rusiyadır. Bunu Ukrayna prezidenti Volodymyr Zelenski deyib.